Salam. Bakıda gidirik. Bakıda bugün açıq qapı günüdür. Saat 10 tamamında başlayır və saat 8:09 08-dir. Ben yine her türlü her yere gecikmə qoyuram. Yine gecikəcəm. 10 tamamında açılış olacaq. Amma deyəsən açılış azal gəlir. Deyəsən açılışa çatmayacaq. Ona görə metroya gedənə kimi mən susuram və ancaq yol gedirəm. Çünki babat bir yolum var. Qəbirstanlıqdan çıxacağam, oradan gedəcəm. Saat 4-dəyə qədər babat bir yolum var. Ona görə hələlik gedirəm, ancaq sonra çəkərəm. Bay. Azı bir 5 dəqiqə falan metroya çatmalıyım ki, hələ arada girəcəm. 5 dəqiqə arası fırlanım. 20-də, 9:20-də mən metroda olum ki, adına da olum. Çatamıyorum. Yoksa açılışa nasıl falan. Dur. Kendim taktım. Buna yazdım. Bak davet yazdım. Benim uşaqlıq xəyalım. Peki benim uşaqlıq xəyalım hər biridir. Benim uşaqlıq xəyalım hər biridir. Amma bak da razıyım. Neyse. 5 aklımdan bir kelimeler salmayalım. Çok tatlı kelimeler var idi. Özümden sanki bana kelimeler vardı. Soruştum bana. Orası yönlendirdi. Orası geçtiğinde soruştum. Ve buradan gitmem çok asan geldi. Yani bu asan geldiğimi düşünmemiştim. Ay çok heyecanlandım. Ben sentyabrda burada okuyacağım inşallah. Amin. Yəqin tanıyorsunuz, ən çox popülyar seçim zamanı 19-19 imtahanı qarşısıdır deyə. Uşaqlar ən çox bura gəlir. Tələbə məkanında bizim universitetimizdəki 4 təşkilatları, 4 təşkilatının birinin məkanıdır. Tələbələr həmkarlar komitəsinin. İçəridə bəzən müəyyən yarışlar keçirilir. Məsələn, keçən şahmat yarışlar keçirilmişdir burada. Yəni uşaqların daha çox vaxt keçirdiyi, yəni gəlib dərsdən çıxanda gəlib oturduqları, danışdıqları, söhbət etdikləri bir məkan burası. Ən çox burada dolanır uşaqlar, belə deyək. İçəridə kitab oxumaq üçün hissələr də var. Məsələn, istəsəz dərsinizdə keçib oxuyub qəbul edə bilərsiniz. Sizə keçib hər hansı işləriniz falan varsa, orada hangi metodlar var, hangi metodlar olmasını işlərlər oxuya bilərsiniz. Yəni vaxtı səviyyəyə keçmək üçün çox Burada əsasən çox da bir şey danışmadıq. Əslində danışdıq. Burada gedirik meydança tərəfə. Meydançada bizə başa saldılar ki, indi göstər gələcək. Meydançada bizə başa saldılar ki, işte Şampionlar Liqası kimi olur. Yəni orada bayağı əməli başlı necə deyərlər, futbol oynayırlar və əməli başlı bir məsələn tarix fakültəsindən 500 nəfərlə bu il tarix fakültəsi qazanıb. Burada da işte danışırıq ki, kim qazanıb falan filan. Axır belə futbol olur və futbol çox keşməkeşli olurmuş da. Yəni o nasıl soxur, bu nasıl soxur falan filan. Fiskan. Axır belə. Burada isə həyətlə işimizi bitirib 2 saylı binaya doğru gedirik. 2 saylı binada bizə liftləri göstərdilər. Hansı liftin neçənci mərtəbələrə qədər qalxdığını, hansı liftin bütün mərtəbələrə gəzdiyini və hansı liftin müəllimlərə aid olduğunu dedilər. Sonra burada sadəcə liftə qədər getdiyimiz üçün 6.5-ə qədər sürətləndirmişəm. Biz indi burada bir dənə liftə minəcəyik qızlarla. O lift işləmədi. Biz düşdük. O birisi liftə mindik. Baxın, indi burada Miriya bu işləmədi. Bu izlədiyiniz yer tələbə inkişaf mərkəzidir. İndi bu tələbə inkişaf mərkəzi haqqında qızdan oğlan məlumat verəcək. Ona qədər sürətləndirmişəm. Biraz qəribə çıxıb amma deyəsən. Bu yaxınlarda Azərbaycan Sinir Dövlətindəki sədri Muxtar Məmmədov gəlmişdi və bu tələbə inkişaf mərkəzində onunla birlikdə bir tədbir keçirilmişdi, rəsmi tədbir idi. Və yaxud klublardan Binador klubu və Kimya fakültəsinin əməkdaşlığı ilə birlikdə burada uşaqlar üçün bir film günü keçirilmişdi, volley filmi izlənmişdi. Onsuz da bizim universitetimizdə belə tədbirlər çox olur. Yəni tələbələrin asudə vaxtlarının maraqlı keçirmələri üçün çox şərait yaratılır. Bu yaxınlarda Bayxanın Əyləşdiyimiz dairə zalında yeni bir film günü daha keçirilmişdi. Yəni dediyim kimi bu tələbə inkişaf mərkəzində biz iclaslar, tədbirlərdir, maraqlı oyunlardır, filmlərdir, bu şəkildə tədbirlər həyata keçirilir. Amma belə bənasda bilmək lazım ki, həmin tədbirlərdə iştirak etmək üçün siz könüllü olmalısınız, həmin tədbirdə iştirakçı olmalısınız. Bəlkə bura rahatlıqla girmək üçün, rahatlıqla fabrikadan istifadə etmək üçün, rahatlıqla imkanlardan istifadə etmək üçün siz könüllü olmalısınız və ya ictimai fəaliyyətdə olmalısınız. Yəni ictimai fəaliyyətdə olmaq, bunun belə bir üstünlükləri var. Eyni məsələn, yəni bu arxa masalar, yəni dərs çalışan tələbələr də olur. Bəzən burada gedirlər, gəlirlər burada çünki sakit bir məkandır. Dərslərində çalışırlar, imtahan qabaq bəzən gələnlər olur. Bir də üzrə üçün söhbət edilənlər olur. Tələbələrin yəni də asudə vaxtını keçirdiyi bir məkandır. Bəs könüllü olmaq üçün necə iştiraklanır? Könüllü olmaq üçün birinci semestr sentyabr, oktyabr ayında, ikinci semestr fevral ayında sizə elanlar atılır. Sizin sinif qruplarınıza, yəni öz qruplarınıza elanlar atılır. 4 təşkilat üçün müraciət edə bilərsiniz. Siz ondan sonra müraciət edəndən sonra forma doldurmanız üçün müsahibə edə bilirsiniz. Müsahibə etsəniz, yönetim fəaliyyətə başlayırsınız. Bura niyə belə qəribə düşüb bilmirəm. Hızlandırmışam deyə 5x-də sürətləndirmişəm. Ona görə nəysə bura bizim universitetdə kitab oxuya biləcəyimiz bir yer olduğunu dedilər. Əksəriyyətimiz kalite kontrol elədi. Nəysə buradan çıxanda burada Budu yazısını göstərdim və burada bir dənə qız mən universitetə girəndən tanış gəldi və eyni məktəbdən çıxdıq. O keçən il məzundur, mən bu ilin məzunuyam. Biologiyada oxuyurmuş, onu dedi. Nəysə buradan da çıxdıq. Başqa hara getdik xatırlamam. Universitetdən çıxdıq. Yəni bu korpusdan çıxdıq, sonra şəkil çəkdirdik. Yəni şəkildən hələ də xəbərimiz yoxdur. Dedilər ki, universitetin səhifəsində paylaşılacaq, amma baxıram, heç yerdə paylaşılmayıb. Könüllüyə baxmadım, amma öz səhifəsinə baxdım, paylaşılmayıb. Paylaşılanda qoyacam bura. Yəni
çatdırsam qoyacam bura. Onları da paylaşsam mənim editimə çatsa. Nəysə, burada Qaqaş dedi ki, çanqanlara bax, mən də çanqanları çəkdim avtomatik. Burada bayağı bir yerimişik, yəni yerimişik deyə çox çəkməmişəm. Yəni çəkmişəm əslində, amma o qədər də çox çəkməmişəm çünki çox yerimişik və dəhşət isti idi. Əlimdəki yelpiyim olmasaydı, yüksək ehtimal mən orada yəni nəfəs ala bilməzdim də, yəni o dərəcə deyim sizə. Nəysə, yerdi. Sonra buranı bizə Qaqaş dedi ki, bura Bakı Dövlətin 2-ci korpusunun ya 1-ci korpusunun, 2-ci korpusunun, 1-ci korpusununsa gizli girişidir. Burada girdiyi Rəsulzadənin bu şəklinə şəkil çəkdirdim. Artıq profil şəklimdə o mənim. Ömürlük profil şəkildə tapıldı. Sonra burada kitabxanaya giririk. Kitabxananda çəkmişəm və kitabxanadan qabaq öncə Heydər Əliyevin, İlham Əliyevin şeylərini göstərdim. Artıq kitabxanaya girdim. Neyse. Çok güzel kitaplar var. Çok güzel. Ben bulmam çok güzel. Bu ne be? Bana sever verdim. Şimdi hesap olunca başıma çiftler kaldı. Zaten olmadı. Neyse bakacağım. Her neyse zaten. Şey yoktu. Resul zaten. Ben. Resul zaten kitap yoktu. Yine ne yapıyorsun ya? Devlet Münasır, Asas Münasır Tıp Fakültesi. Buyurun gelsin konuşulur, gelsin geçer. Buyurun gelsin konuşulur. Bakın dersi. Bunun derdi aslında şəxsi 1997-ci ildə yaradılmışdır. Bunun derdi özünün şəxsi təşəbbüsü ilə. Və artıq 30 ilə yaxındakı fəaliyyət göstərir. Buna bayıldım. Şimdi buranın kapısı. Üniversitenin devleti sorumlu kapısına bakın sonra. Neyse. Böyle diyor, böyle görmemiştim. Bir sınav tutmasın. Bakı Devlet Üniversitesi Azərbaycan Xalq Müzəsinin qızı bilir. Ətəşmişi iftixarıdır. Nədir? Bizim məktəbin kitabı ilə baxıyor. Burada aksanın en büyük zalımızdır. Bakın sizin eleştirdiğiniz zal daireli zal olarak adlanır. Üçüncü zalımızda var. Bir de var aksan. Yani en büyük tedbirlerimiz burada başlıyor. Takribi 500 nəfərə yaxın qədər alım var. En axırıncı burada Vietnamdan xarici qonaqlarımız gəlmişdilər və Vietnam gecəsi tədbirimiz təşkil olundu. Çox maraqlıydı. Vietnamlılar öz mədəniyyətlərini əks etdirmişdilər və həm tələbə üçün, həm də universitetin əməkdaşları üçün çox maraqlı bir tədbir idi. Ümumiyyətlə aksanda çox tədbirimiz olur. Amma dediyimiz kimi bu maraqlı tədbirlərdə iştirak etmək üçün en büyük amil məncə könüllü olmaqdır. Təşkilatlara qatılmaq üçün fəal olmaq, bəli, aktiv olmaq. Yəni sadəcə universitetdə dərs oxumaqdan ziyade sosial həyatda da fəal və aktiv olsanız, inanın ki bu sizin universitet həyatınızı çox gözəlləşdirəcək. Yəni biz bu dəqiqə bu mavi formada gördüyünüz hər kəs BDU Könüllülər Təşkilatının üzvüdür və universitetin fəal aktiv tələbələri hansı ki bugün sizlərə universiteti gəzdirir və tanış elətdirir və bu könüllərin hamısının bir mənalı olaraq ortaq cümləsi bu ki, yəni könüllü təşkilatımız həqiqətən bizim üçün çox maraqlı tədbirlər həyata keçirir. Yəni
Üniversite həyatınızı gözəlləşdirmək istəyirsinizsə, bir tövsiyə məncə təşkilatlara qoşulun və çəkinməyin. Bizim birinci semestrdə rastlaşdığımız hadisələrdən biri o idi ki, xüsusilə mənim qrup yoldaşlarım çox çəkinirdilər qoşulmağa, təşkilatlara çox utanırdılar, müsahibəyə girməyə çox çəkinirdilər. Həm bugün burada bu tədbirlərdə iştirak etməyiniz, eyni zamanda sizi gələcəkdə məzun olduqdan sonra iş həyatına da hazırlayır. Çünki biz maraqlı tədbirlərlə yanaşı rəsmi tədbirlərdə keçiririk. Biz universitetdən kənarda tədbirlərdə iştirak edirik. Çox insanın pul verərək daxil olduğu hissələrə bizim üçün bəzən pulsuz şəkildə biletlər təşkil olunur. Yəni bizim üçün maraqlı tədbirlər təşkil olunur. Məncə mən deyərdim ki, utanmayın, çəkinməyin, təşkilata mütləq qoşulun, qeydiyyat vaxtını itirməyin. Məncə sizin üçün çox əyləncəli olar. Ümid gəlin gedək lektoriya səsinə, oraya keçək. Ümumi olaraq universitetə gəlmək sadəcə universitetə oxumaq, sadəcə universitetə gəlməkdən ibarət deyil. Birinci onu başa düşmək lazımdır məncə. Çünki yəni bu universitet həyatı boyunca universitet daxilində fəal olmaq, universitet daxilində ictimai olaraq aktiv olmasının gələcək həyatda çox böyük təşkil edir, təsir edir. Networking bizi gücləndirir, istənilən insanlarla ünsiyyət bazarı gücləndirir, öz danışıq qabiliyyətimizi gücləndirir, ətrafda beynəlxalq tədbirlərdə özünü aparmağımızı gücləndirir. Yəni buna görə çox yaxşı şeylər aktiv olmaq ictimai həyatda. Gözümdə fikir işinəcək, böyle eləməz. Burada mesele sayesinde çok önemli amaçlı reklam çıkışları, reklam hamleleri, hediyeler mağazalar çok büyük tədbirlərdə keçilir. Və burada da iştirak etmək üçün könüllü olmanız, ictimai həyatda fəal olmamız çox yaxşı olar. Məsəl üçün, akreditasiya tədbirləri boyunca akreditasiya kömək etməyimizin ümumi olaraq beynəlxalq tədbirlərdə, beynəlxalq işlərdə necə rol oynaya biləcəyimizi artırır, rolumuzu artırır, beynəlxalq nüfuzda rolumuzu artırır və networking biz avtomatik olaraq güclənmiş olur. Bu qədər. Buradan təşkilat keçirəsən, könüllü kimi nə fəaliyyət göstərirsiniz? Məsələn, burada keçən dəfə akreditasiya tədbiri keçirilmişdi, beynəlxalq akreditasiya idi, Qazaxıstanın nümayəndə gəlmişdi. Həmin Qazaxıstan nümayəndələrini həmin könüllülər qarşıladılar. Mən özüm orada Qazaxıstan nümayəndələrinə tərcüməçi idim. Belə, yəni birinci könüllülərin yönəlimləri dəyərləndirildi. Məsələn, əgər sizin bir var, həmin bir istifadə etmək üçün müəyyən şərait yaradılır. Ki, bu şəraitdə siz tərcüməçi ola bilərsiniz, siz həmin qonaqları bəlkə gəzdirə bilə bilərsiniz universitet həyatında. Yəni bu sizin üçün çox əhəmiyyətli bir rol oynaya bilər həyatınızda. Belə. Buradan yekunlaşdırır arkadaşlar. Faydalı olsun. Bu kayıtlarda aksan karşısında. Burada iki tane grup birbirine girmişti. Yani bizim gruptan diğer grup gezen infotur grubu birbirine girmişti. Ve burada artık biz diğer müzeye giririk. Bu müzeyle sizi baş başa bırakırım. Sonda şok alacaksınız. Ben bu müzeye girende çok korkmuştum. Siz de korkun. Bay bay. Burada birbirine bu boyda doğru. Şuraya biraz nasıl? Bu da bu ne de? Bunu azık mağarasına da getirdiler bunlar. Bu ne de? Azık mağarasına getirdiler. Çok sağ olun. Teşekkür ederim. Bunlar nerede? Unduz. Ay. Evet çok iğrenç. Ne bak ya? Ne kadar sonunda? Buradan güzel bir şey. Ben anlatamam. Ben anlatamam bilirler. Bu yerim böyle olur. Oha. Orada. Orada falan var. Hadi gidelim. Orada içeriden insan şeyler. Oha. İnsan ona gidiyor ha. O temsiz çay koymasın. Ben bu ifade geldi çok korkmuştum. Korkunsun. Ay ikisi de geldi aslında yani. Kızı da bu çok korkunsun. Kızlar. Evet, size bir şey yakınlaştırarak göreyim. Selam canım. Sen çay dışında mısın daha? Burada nasıl?
Dünyanın müəyyənə baxın, bura coğrafiya əlaqədarı açıram sizə. Sınır. Vulkan patlamasıdır bura. Bu nədir? Niyə məlumat yoxdur? Mən məlumat olmaq istəyirəm. Dolomit, bilmirəm, Travert bilmirəm, Ətəkçi, Naxçıvanda şaxtaxtada çıxar, gerçək bilmirəm. Sonra, başqa nə var? Sonra, bazalt yine, bu da bazalt, orada bazalt, Gabro, andezit, Nurit, obsidian, Gabro, gips, sonra. Bunlar bilmirəm, obsidian bilmirəm. Apatit, apatit, apatit. Daha güzel dersin. Just buradan önüne taşır. Yəni birinci qrupdan geologiya ixtisasına verərsiniz. Başqa universitetlərin geologiya fakültəsi sizdən 4 ixtisas üzrə kadr hazırlığı həyata keçirir. Bunlardan geologiya, geologiya, geofizika, mühəndisliyi və miras mühəndisliyi. Bu ixtisasa yerləmişlər bizim məzunlar gələcəkdə BP, SOCAR, Azərbaycan, Azərbaycan International Mining Company şirkətində fəaliyyət göstərirlər və bizim təcrübədə olurlar. Bundan əlavə olaraq təkcə Azərbaycanda deyil, xaricdə də fəaliyyət göstərən məzunlarımız var. Axırda gördüyünüz Musa Yevanlar kitabxana isə Akademik Musa öz şəxsi kitabxanasıdır. Musa Yev Azərbaycan Respublikasının görkəmli geoloq alimlərindən biridir. Musa Yev öz vəsiyyətində bildirmişdir ki, mənim öz şəxsi kitabxanamı Bakıda Universitetinin paleontologiya kafedrasına bağışlayıram. Həmçinin də bir zamanlar Bakıda Universitetinin paleontologiya kafedrasının indiki ümumi və tarixi geoloji kafedrasının müdiri olmuşdur və həmçinin geologiya institutunun direktoru vəzifəsini çalışmışdır. Əlavə olaraq məlumat verim ki, Adana rektoru nəinki hər birimiz tanıyırıq, Hafız Paşayev. Hafız Paşayevin qaynaqasıdır. Bundan əlavə olaraq, yəni, bu suxur və minerallar Azərbaycanın təbii sərvətlərini həm yeraltı, həm yerüstü mədənlərdən çıxarılmışdır. Geologiya sahəsi üzrə əsasən iki hissəyə bölünür, həm neft üzrə var, həm faydalı qazıntılar üzrə var. Faydalı qazıntılar üzrə gümüş, qızıl, mərcimek və polimetral yataqları mövcuddur. Bundan əlavə olaraq neft hasilatı ilə də geoloqlar məşğul olurlar. Başqa suallarınız var, geologiya barədə, muzey barədə. Yoxsa səsəz şey çəkərsiniz? Çok sağ olun. Çok sağ olun. Ay Allah, bunlar çəkməyəcəklər. Aşağı düşüb tarixi müzeyə gəzəcəyik. Sonra da Həqiqət Elvinə da işlə. Sizin daktilo falan var. Mark, alırsınız. Önce kalsın. 10 dəqiqə. Sizin daha sağlık çatırız. Cəmi 10 ya da 15 dəqiqə bilməlisiniz. Çox olmuyor. Gəl. Siz indi gələcək tələbə yoldaşlarınızı tək qoyursunuz. Ay. Ne gitmek istiyorsunuz? Gelirsiniz bana. Ben de atsam. Ay, evet. Of, sıra.
Wow, ne geçiyor? Nasıl tutladım? Wow. Hakikaten wow. Evet, herkes geldi. Bizim bilgisayarın kendi ağı var. Biz yanvar ayına, iyun ayına kadar, bir cep otusuna dikkat çektik. Çünkü kendisi, İngiliz bilgisayarda gözlüğü, müdür bilgisayarı çok kadar edecek ve bizden yana. Yok değil, çok iyi değil, inşallah bir de. Biraz bilgisayarda kaymak istedik. Bilgisayarda iki sayıda kaysar var. Bir saniye nasıl korkusu kaydediyor Hüseyin de. Ben de. Bilgisayar bunun yanında, bağlı var bir bölümden. Sonra bilgisayar. Telefon sayfadı. Buradaki bayakta o eğleştiğimiz sayfamızda sayfadı. Bir hem de yeni kurtu toplanmış. Bayaklarım dahil o telefon inşaat ettiğimizde 2 saat. Şimdi konuşuyoruz. Herkes beni takmaya. Bir başka talebesi olarak, bana çok sevmek istiyorsunuz. Ziyaret etmemiz lazım. Böyle. Siz bloggersunuz diyorsun. Ha? Bloggersınız. Yok hele. Yok hele. Ben teşekkür ederim. Sizi görürüm. Bir Bakı Dövlət Universiteti olarak sizə tövsiyəm. Bayaqlar Aksan'da dediğim gibi, iki üçünden təqib. Mütləq təşkilatına qoşulun. Həqiqətən, könüllü olduğum üçün bunu demirəm. Mütləq təşkilat qoşulun. Bir də nə olar, dərslər oxuyun da. O dərslər oxuyun. Sonra imtahanda hamı çox şikayət edir. Dərsi oxuyanda, müəllimənin verdiyi mühazirəni qavrayanda imtahan çox asan. Həqiqətən. Amma oxuyanda biraz belə müəlliməyə güvən, müəlliməm təsəvvür, mən keçirdə deyə ümid olub. İmtahana girəndə maalesef o ümidlərini sönür. İmtahan sistemi, bəli, imtahan Bakı Dövlət Universiteti çox ciddi yanaşır. Yoxlanılması ayrı, yazılan okullar nə qədər yazmışsınız, hamısı çox ciddi yanaşır. Ona görə ən əsas şeylərdən imtahanı üçün hazırlanın. Amma Bakı Dövlət Universiteti seçimi peşman olmayam. Yine olsa yanıqdan seçerim. Adınızı da yazmayı düşünürdüm. Adınızı ləğv edeceğim artık. Mən də elə olmuşum ilk dəfə gələndə. Mən də açıq vaxtda iştirak etmişdim. Dərs sistemimizdə mən iştirak edirdim. Keçən kurs istəyirsiniz? Mən keçdim. Aa. Mən gəzdirdilər. Mən də elə gedən ki dedim ki, yox, mən artıq Bakı Dövlət Universitetində oxuyacağam. Peki, səsiniz nədə? Mən hansı dillərdə yapıyorum? Fransız dilində danışa bilərsiniz bizlə. Çok gerginleştirirsiniz beni. Elinizde telefonda çok gerginleşiyor. Sizi gəzdirirəm. Dilerim çok heyecanlıyım. Mesela, bu da Düşmür. gördüğünüz gibi. Bu 1960-cı ildə hazırlanmış layihəsidir. Bakı Dövlət Universitetinin tədris planı. İndi düz belə deyil. Bütün olacaq. Yəni tam olaraq yəni tədris planı biz bilmirik. Amma bu 1960-cı ildə düşünüblər ki, Bakı Dövlət Universitetini belə eləyək. Çox Düşünürlər də düşünürlər. Məsələ ola bilər. Keş olsaymış. Bu 2 saylıdır. Bu məncə əsasdır. Bu 3 saylıdır. Bu bura 1. Bu nə bilim Allah. Tam olan kötülənir. O bir lafı ola bilər dərsində qalanda. Bir gördünüz mü bilmirəm amma universitetimizdə üzgüçülük kompleksi də var. Düzdür, açıq deyil. Amma var. Açıq bilər. Əsas o da var. Yəni siz ümidinizi saxlayın. Bu da Oha, bu nə keçəndir? Babam saatlarına rektorun oxşuyur. kabinetindəki istifadə olunan selektordur. 60-70-ci illərdə. Yəni rektorun istifadə etdiyi selektorun özüdür. Bunun üzərində göstərirlər. Mən çox barmaqlarımı nəzərdə çəkirəm. Bax bu selektor. Bu da elektron oxuya bilmirəm, buradan gözüm görmüş. Elektron hesablayıcı maşın. Yəni kalkulyator da yəni. 60-70-ci illərin kalkulyatoru. Maraqlı. Bu keçəndir. Mən çox xoşlayıram da mən bunlardan. Çox gözəldir. Həqiqətən. Çox bəyənirəm. İstərdim evimdə bir dənə olsun, bütün gün belə işlədim qırım. Hə, hə. Oydu mu? Hər şey olacaq. Biz toxunmayaq ona. Astronomik globus, dostlar, baxın. Tədris teleskopu. Hə, bizim məsələn, gəlin sizə maraqlı bir şey danışım. Universitetimizdə... Sən işə sandım, mən Yox, çəkirəm. çəkməyim mən. Görün, universitetimizdə çox maraqlı bir düşərgə keçirilmişdi və düşərgənin adı Astrokamp düşərgəsidir və iştirak etmişdik. Və o Astrokamp düşərgəsində Bakı Dövlət Universitetinin özə böyük, yəni bayağı maliyyətli bir teleskop keçirmişdi və biz planetlərə baxmışdıq. Universitetimizin bir qəşəng yanında oldu ki, yanvar, qış fəsillərində maraqlı düşərgələr təşkil edilir. Qubada biz Astrokamp üçün Mingəçevirə getmişdik, amma Qubada da təşkil olunur. Yəni atlı tələbələr kimsə qeyd etmək üçün yeni müsahibə ərəfəsi olur. Müsahibədə suallarınızı cavablarınıza görə alıb almamanız, yəni 2 gün falan. Çox maraqlı. Müsahibənin nə haqqında soruşur ki, niyə qoşulmaq istəyirsən falan? Yox, məsəl üçün hər hansısa bir tədbirdir. Bəs bu astronom haqqında deyildi. Astronom haqqında nə bilirsən? Ya da ki, göy cisimləri haqqında, kainat haqqında nə bilirsən? O bilgiləri yoxlayırlar ki, yəni sən orada gedib talk məsələn hansısa bir sual üçün, ya da ki, orada hər hansı bir məlumatsız olmayasan ki, sıxılmayasan. Bakın burada Bakı Dövlət Universitetinin fakültələrinin açılma illəri də qeyd olunur. Məsələn, tibb fakültəsi 1919-da, tarix filologiya 1919-da, fizika 1920-də, hüquq 28-də, kimya 34-də, bütün illər burada qeyd olunur ki, o üzrə. Ən axırıncı ekologiya Türkmenistан fakültəsi açılıbdır. İndi də bilirsiniz, sizin qəbul olduğunuz ildə bu fakültələrin hamısında yeni ixtisaslaşmalar, əməliyyat açıldı yenə, fərqli ixtisaslar. Mən əmr edəcəm, mən fakültədən ixtisasım. Oldu, bəndiniz, razı qaldınız. Yəni çatdıram. Fəxri doktorlarda fəxrləriniz falan. Yetenək nə idi? Elmi dərəcə qazanmış mütəxəssislər. Professor. Dövlət xadimlərinə, ümumi olaraq dünya üçün əhəmiyyətli şəxslərə, məsələn, orada Süleyman Demirel də var, Heydər Əliyev də var, İlham Əliyev də var. Yəni ümumi olaraq dünya siyasəti üçün dəyərli şəxslərə, elm sahəsi üçün dəyərli şəxslərə orada Bakı Dövlətinin fərqli doktoratı verilir. Bu da çox dəyərli bir şeydir. Ümumi olaraq doktorat namı.
Bu qədər cəzimizin sonuna çatdıq. Burada bizdən kimin Bakı Dövlət yazıb yazmayacağını falan soruşdular. Təbii ki də dedim ki, mən yazacağım. Nağıl olaraq Bakı Dövlət istəyirəm çünki zaten. Burada Instagram'ın səhifəni yazırdılar və bizi yavaş-yavaş artıq universitetdən çıxartdılar. Biz artıq burada çıxışa doğru gedirik. Və turumuz da belə bitdi. Yəni mənim hələ 1-2 videom qalıb təbii ki, amma universitetdəki fəaliyyətimiz bitdi. İndi burada görəcəksiniz nə olduğunu. Bəli, buyurun, sizi dinləyirik fransızca. Tanışmayacağım. Ben çok basit istersiniz. Tanışmayacağım bunu. Yaxşı, bir səfərlik keçirəm sizə. Amma sentyabrda keçməyəcəm. Ay, ölürəm istidən. Mən artıq universitetdən çıxdıq. Metrodayam. Evə gedirəm. Burada sonlandırdım, çünki müzərrətəm yoxdur. Çox gözəldir, çox xoşuma gəldi. Adresi Bakı Dövlət yazmaq istəyirdim. Amma adresi var, istəyəcəm bura. Nə var, nə yox, pulsuz. Filologiya qədər dolduracam da ora ki, sırf Bakı Dövlət olsun da. Çünki mən onsuz da Bakı Dövlət istəyirəm, adresi o qədər də istəmirəm. Amma ona görə həm də ki, çox fazla imkan var da. Yəni dəhşət gözəldir. Ona görə yəni Bakı Dövlət də yəni, Bakı Dövlət də yəni. Nəysə. Axır belə 100% əminəm ki, Bakı Dövlət istəyirəm, Bakı Dövlət düşəcəm. Şuna mən test baxırdım, nəysə. 100% əminəm ki, Bakı Dövlət yazacağam, Bakı Dövlətdə oxuyacağam. İstəyirəm inşallah Allahın izni ilə. Amin inşallah Bakı Dövlət təhsil olsun. Çünki Bakı Dövlət çox fazla imkan var burada. Da izlədiniz videonu. Yəni zaten kömək amma izlədiniz də yəni çox fazla imkanlar var, çox fazla şey var. Yəni dəhşət gözəl. Yəni 4 il oxumağa, 2 il magistr oxumağa dəhşət dərəcədə dəyər də yəni dəyər. Bu qədər. Öpürəm. Gələcək yenə çox sərhədəm yoxdur. Öpürəm. Bay bay. Bunu deyim ki, ilk başlarda dəhşət dərəcədə çəkindim də çəkinməyə. Sonra 2 dənə qızın olayı, bir qız rəvan edirdi. Şeydə, qız gəldi, siz deyəsən blogersiniz. Dedim yox, özüm çəkib gəldim falan edirəm. Qız parlamışdı, yəni çox sevmişsiniz də, çox səmimi idilər yəni. Çox sevdim də yəni, çox sonun ikisine də. Nəysə, belə bay bay öpdüm.